Qardaş, 1 ilə 2-nin arası monolit betondur. Pilləkəni də monolit döşəndə monolit betonundan düzəldilibdir. 4 dənə otağı yuxarısında yerləşir. Bura mətbəx hissəsidir. Birbaşa mərkəzi yola baxır. Megamartın yanıdır. Ulan market Rastanovdadır. Ben keçə yolu sokaklara. Bura zal hissəsidir. Santar qovşağıdır bu. Yataq otağı. Yataq otağı da. Alta baxır. Burada 2-ci yataq otağı. Qoşulub bir dəfə ağ göyərçinə, göylərdən yanına gələr. Bu 3-cü yataq otağıdır. Gözümdə sellənər. Burada qonşunun villası var, çox çəkənmirəm. Bir gün gözlərində gülərəm sənin. Əgər gözlərinə baxa bilməsəm, 3 yataq otağı, bir dənə də yuxarıda zal, mətbəx, bir də sanuzeli yerləşdirir. İndi aşağı mərtəbələri göstərəcəm sənə. Bu da evin yan hissəsidir. Bura torpaqla doldurulacaq. Bu garajın altıdır. Birinci mərtəbənin bir otağıdır bura. Bura birinci mərtəbənin sanuzelidir. Bura isə digər otağıdır. Geniş otaqlardır hamısı. Koridorun genişliğini görürsünüz. Bu da 6-cı otaq. Birinci mərtəbə.